Bəzən ər-arvad arasında ciddi mübahisə olur. Bu mübahisə ailənin xaricinə çıxarılır. Ana bilir, qardaş bilir, qaynana bilir. Səncə bu düzgündür? Əlbəttə düzgündür. Nə var ki burada? Qadın tək qalsın, anasına deməsin, qardaşı bilməsin. Sonra kim qoruyacaq onu? Amma sonra ər-arvad barışır, problem də həll olunur. Bəs deyilən o boyda söz, onlar hara getdi? Deyilən deyilib də, söz ağzından çıxıbsa geri qayıtmır. Günah danışanında yox, o vəziyyəti yaradandadır. Qohumlar qarışır bir-birinə, ailə böyüyür, problem böyüyür, aləm dəyir bir-birinə. Qoy dəysin, ailə tək 2 nəfərdən ibarət deyil. Hamı bilməlidir ki, evdə nə baş verir. Bəs sabah barışıb yenə bir yastığa baş qoyanda necə? Bu artıq onların problemidir. Hamı öz sözünü dedi. Ailə daxilində olan mübahisəni ailənin xaricinə çıxardanda problemi həll etmirsən. Sabah barışacağın adamı hamının gözündə kiçildirsən.